Götürdüm, getdim alimin yanına, dedim ki, bəs mənim qardaşım filan kəsdi məşhur quldurdur, məsələn, şəhərdə kimdən xoş gəlmədi, bıçağı çıxardıb öldürən adamlardan biridir. Onun qardaşıyam mən filan kəsin. Gətirim onu moizə edirdim, mən elə adama nə moizə edeyim, nə danışım onu, əsəbləşər mənə də. İndi o demədi, bunu mən əlavə elədim. Mən ona söz təsir eləməz dedi ona. Sözlə düzələn məsələ deyil. Çox israr elədin ki, yazıldı filan. Dedi ki, belədirsə ya bir şey eləyək, yoxlayaq. Götür onu apar Kərbəlaya, görək nə olur. Ged apar, gör bir şey dəyişsə, onu bir halı dəyişsə, halı. Bir balaca kövrələ bilsə, gətir sonra. Şimdi onda nəsə var hələ, ölməyib insanlıq. Deyim, mən də buna dedim, bir gedək Kərbəlaya. Dedim, nə Kərbəla, həm Kərbəlada nə işim? Dedim ki, gəl gedək, mən tək getməyim. Bir yola gətirdim ki, yolda mənim yanımda ol, birdən başıma bir iş gələr, bu ilə həvəsləndirdim. Öz dilini tapdım da. Getdik, çatdıq. Öz işindədir, mahnıya qulaq asır, nəmli yolda gedir, öz üçün öz aləmindədir. Heç bilmir, hara gedir. Gəldi, yerləşdi, getdi hərəmə. Dedim ki, gedək də Dobrazon gəlmirsən, gedək alanı ziyarət eləyir, gəldi. Görürəm elə heç belə öz içində, gözüm bundadır görməyənir, oxuyur öz üçün, zümzüm eləyir, nəsə gedir. Gəldim, dayandım, İmam Hüseynin hərəminin qapısındayam hələ. Dedim, ədxulu ya Mevlay, onlar daxil olun, icazə istədim. Mən biraz ürəyim sındı, baxdım buna, gördüm ki, bu da kövrəldi. Gördüm kövrəldi, ədxulu ya Mevlay kövrəldi. Gördüm, yavaş-yavaş gözündən yaş axır. Yanımdan gedir. Gəlib İmam Hüseynin zərihinə çatanda, məzarına çatanda gördüm, bu diz üstə düşdü də, diyana bilmədi. Diz üstə düşdü, deyir, yapışdı zərihdən, bunun fəryadı ucaldı. Deyir, mən də məqamdan istifadə edelim, dedim, ağaya söz ver ki, bıçağı əl atmayacaqsın. Deyir, elə bu məqamda bunu da söz verdi. Ondan sonra gəldi də alim yanına getməyə ehtiyac olmadı heç. İmam Hüseyin sevgi öz işini gördü. Heç kəsdən söz götürməyən adam, neyim ki, ağama söz vermişəm. Daha heç nə də eləmərəm mən. Elə sevginin gücündən danışıram. Adamı düzəltmək üçün, özünü tərbiyə üçün sevgi qədər təsirli vasitə axtarmayın, tapa bilməyəcəksiniz.